Hər kəsə salam. AYQ-yə aid növbəti 2 sualın izahına baxaq. Deyir ki, ABCD natural ədədlərdir və bizə A üstü 5-i B üstü 4-ə bərabər verib. 12-ci sualın həllinə baxırıq. A üstü 5, B üstü 4-ə bərabərdir. C üstü 3, D üstü 2-yə bərabərdir. Və burada verilən bütün ABCD ABCD natural ədədlərinin hamısı, yəni ABCD ədədlərinin hamısı naturaldır. Və bizə əlavə olaraq da C çıxılsınanı 19 verib. Burada A üstü 5, B üstü 4-dürsə, deməli bu ədəd hər hansı bir ədədin 20-ci qüvvətinə bərabərdir. Bu ədəd də 6-cı dərəcədən, yəni qüvvəti 6 olan hər hansı bir ədədə bərabərdir. İndi bizə də deyir ki, C çıxılsın A 19 şərtlərini ödəyirsə, D çıxaq B-ni tapın. İndi A üstü 5, X üstü 20-dirsə, deməli A X üstü 4-dür. B də analoji olaraq X üstü 5-dir. İndi baxırıq digərinə. C nə olur? Y-in kvadratı, D isə Y-in kubuna bərabər olmuş olur. İndi C çıxılsın A, yəni Y kvadratı çıxaq X üstü 4, bizə 19 olaraq verilib. Vuruqlara ayırsaq Y çıxaq X-in kvadratı, vurulsun Y üzərinə gəlinsin X-in kvadratı 19-dur. Təbii ki, naturaldan söhbət gedirsə, bura 1, bura 19 olacaqdır. Tənliklər sistemini yazaq. Tərəf-tərəfə toplayaq. Burada X kvadratları islah olunar. 2Y 20 və Y də 10 olur. Y 10-dursa, X də 3 tapılır. Bizdən də nə istəyirdi? D çıxılsın B-ni istəyirdi. D Y-in kubudur, B də X üstü 5-dir. Y-in kubu 1000-dir, 3 üstü 5 də 243-dür. Və bunların fərqi də bizə neçə verir? 757-ni verir. Yəni Y variantı. İndi sonra baxaq 13-cü sualın həllinə. Keçdik 13-ə. Deyir, D nöqtəsi ABC üçbucağının CB tərəfi üzərindədir və CAD ilə deməli DAB bərabərdir 60 dərəcədir. Deməli burada nəyi başa düşürük? Bucaqlar bərabərdirsə, deməli AD nədir? Tənböləndir. İndi bunu çəkək. Bura C, bura A, bura B-dir. Və AD də burada tənböləndir. Burada D. İndi CAD bura 60, DAB burada 60 dərəcədir. AC 3-dür, AB 6-dır. Bizdən AD-nin X-in uzunluğunu istəyir. Mən burada sahə düsturundan getəcəm. SABC nədir? 2-də 1 AB sinus alfadır. İndi 2-də 1 AB 3 vuraq 6 vuraq sinus 120. İndi bu ABC-nin sahəsi nəyə bərabərdir? ACD-nin sahəsindən ADB-nin sahələri cəminə bərabərdir. Yəni bərabərdir 2-də 1x vurulsun 3 vuraq sinus 60 üzərinə gəlinsin. Nəyə? 2-də 1x vurulsun 6 vuraq sinus 60. Sinus 60 dərəcə. Sinus 120, sinus 60 eyni şeydir. 2-də 1-lər də burada islah gedir. Və burada nə alırıq? 18 bərabərdir. 3x üzərinə gəlinsin 6x bərabərliyini alırıq. 9x 18-ə bərabər olur və x də 2 olur. Yəni AD-nin uzunluğunu 2 tapmış oluruq. Bunun başqa üsullarla da həlli var, amma məncə ən rahatı bu üsuldur.